İş görüşmələrində bacarığım 5-dirsə, özgüvənsizliyim, aşağı səs tonum, işimi təqdim edə bilməməyimlə onu sıfıra endirirəm deyirsənsə, bu videoda sənə 3 texnika deyəcəm. Hadisənin necə şərh edilməsi onun emosional reaksiyasına birbaşa təsir edir. Yəni burada problem müsahibədə deyil, onun haqqında nə düşündüyündədir. Neqativ düşüncələri tap və onların üzərində işlə ki, emosiyan dəyişsin. Bədənini sakitləşdir ki, zehnin də sakitləşsin. 4 saniyə burundan nəfəs al, 6 saniyə yavaş-yavaş nəfəsi ver. Bu texnikanı hər gün, xüsusən də iş görüşlərindən öncə mütləq təkrarla. Təcrübə yarat ki, qeyri-müəyyənliyi azalsın. Gözünü yum və iş görüşünü təsvir et. Orada özünə inamlı, işə fokuslanmış şəkildə özünü təsəvvür elə və daha sonra güzgü qarşısında və ya evdəkilərlə, dostlarla real məşqlər elə. Realda iş görüşlərində isə beynin həmin vəziyyəti tanış olaraq qəbul edəcək və həyəcan qat-qat azalacaq. İş görüşlərində daha özünə inamlı, az həyəcanla çıxış etmək istəyirsinizsə, bizə müraciət edərək peşəkar psixoloji dəstək ala bilərsiniz.